Azərbaycanda basar-keçər adı nə qədər səslənirsə, Ermənistanda da artsaq adı o qədər səslənir. Bu sözlərlə Ermənistanın baş naziri Nikol Paşinyan Urbeli forumu sülhün və çoxtərəfli əməkdaşlığın qurulması adlı beynəlxalq konfransda Azərbaycan prezidenti İlham Əliyevə cavab verib. O, qarşısında oturan 17 ölkədən, o cümlədən qonşu Azərbaycandan olan nümayəndə heyətlərinə baxaraq bu sözləri deyib. Paşinyanın sözlərinə görə bəzən Ermənistanda və Azərbaycanda tarixin bir hissəsini dərk edir və görürlər, hesab edirlər ki, tarixin onlardan qaynaqlanan hissəsi legitimdir. Digər tərəfdən qaynaqlanan hissəsi isə legitim deyil. Azərbaycani նախագահի ձեր ասածը Azərbaycan prezidentinin dedikləriniz bütün mənzərəni əks etdirmir. Çünki Azərbaycan prezidenti deyib ki, çar xəritələrinə baxsaq, orada Sevan gölü yoxdur. Başqa bir ad var. Başa düşürsünüz, niyə narahat vəziyyətdir? Çünki indi desəm ki, Azərbaycan prezidenti Sevan gölünün adının Göyçə olduğunu deməyib. Əksinə deyib ki, Çar Rusiyasının xəritələrinə baxsaq, orada Sevan gölü yoxdur. Absurd ondadır ki, sizin sualınıza cavab verməzdən əvvəl Azərbaycan prezidentinin nə dediyini aydınlaşdırmalıyam. Baş nazir Paşinyan əslində Əliyevin dilində məsələn Sevan yoxdur, Göyçə var və İrəvan yaxud özünün dediyi kimi İrəvan Azərbaycan şəhəridir. Bir vaxtlar Ermənistana hədiyyə edilib kimi iddialara cavab verdi. Təkcə 20-ci əsrin əvvəllərindəki köhnə Rusiya imperiya xəritələri aydın göstərir ki, bugünkü Ermənistan ərazisində demək olar ki, bütün yer adları Azərbaycan mənşəlidir. Sevan gölü yoxdur, amma Göyçə gölü var. Bu xəritələri biz yaratmamışıq. Onları Çar Rusiyası tərtib edib. O, etnik tərkibi dəyişdirmək üçün Qarabağı İran və Şərqi Anadoludan olan ermənilərlə məskunlaşdırıb. Bu xəritələr tarixi həqiqəti əks etdirir. Nikol Paşinyan vurğulayıb ki, tarixlə ehtiyatlı olmaq lazımdır. Պատմական սոցիալ հոգեբանությունը մի բան չի։ Tarixi sosial psixologiya, rubilnik çəkib, açarla söndürəcəyin bir şey deyil. Biz keçmişi gələcəkdən ayıra bilməliyik, üstəlik, gələcək bugündür. Gələcək hatta 2024-cü ildir. Biz artıq 2 ildir gələcəkdə yaşayırıq. Qeyd edək ki, bu tədbirdə Azərbaycanlı ekspertlər də iştirak edirdilər. Onlardan biri yeri gəlmişkən artıq ikinci dəfədir Ermənistana səfər edir. Zəngəzur dəhlizi termininə toxunan Azərbaycanlı ekspert Zaur Şiriyev qeyd edib ki, Azərbaycan üçün bu daha geniş anlayışdır və yalnız Traysesəvə aid deyil. Erməni anlayışından fərqli olaraq Azərbaycan üçün bunun mənfi çaları yoxdur. Biz dəhliz termini dedikdə Ermənistanda başqa cür, Azərbaycanda isə başqa cür başa düşürlər. Ekspertlərə İlham Əliyevin Sevan gölü yoxdur, əksinə Göyçə var kimi son bəyanatlarını xatırlatdıq və bu ritorikanın sülh prosesinə mane olub-olmadığını soruşduq. Azərbaycanlı ekspertlər birbaşa cavabdan yayındılar. Düşünürəm ki, sualı Azərbaycanın rəsmi şəxslərinə ünvanlamalısınız. Ancaq ekspert rəyi soruşursunuzsa, təklif edirəm ki, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınmasına dair Vaşinqton bəyannamasını yoxlayaq. Reopen medianın Əliyevin bu cür bəyanatları fonunda Azərbaycanın daxili ictimai segmentində hətta Azərbaycan rəhbərliyi üçün belə işləmək çətin olan qırmızı xətlərin hansıları olduğu və bu istiqamətdə nə edildiyi sualına Azərbaycanlı ekspertlər cavab veriblər. İş çətindir. Aydındır ki, vətəndaş rəyi var və hökumət ictimai rəyə qulaq asmalıdır. Hamı barışıq faktından razı deyil. Çünki bir çoxları üçün travma hələ də var. Cəmiyyətləri öz hərəkətlərimizlə, davranışlarımızla hazırlamalıyıq. Mənim üçün barışıq son məqsəd deyil, bu bir səyahətdir. Forum zamanı ən çox səslənən söz sülh olsa da, xatırladaq ki, cəmi 12 il əvvəl Əliyev çıxışlarından birində özünün dediyi kimi öz torpaqlarında ikinci erməni dövlətinin mövcudluğuna dözməyəcəyini bəyan etmişdi. Bugün o, erməni ərazilərinin güya Azərbaycan ərazisi olması haqqında danışarkən, Azərbaycanın bu iddialarını həyata keçirmək üçün yenidən dəmir yumruğa müraciət edəcəyinə dair legitim qorxumuz ola bilərmi? Bu sualı təəssüf ki, Nikol Paşinyana ünvanlaya bilmədik və o cavab vermək istəyənlər üçün açıq qalır.